Salam Cənab Nazir. Mən Cəlilabad rayon Kəzbaba kənd sakini, şəhid atası Bədirov Qismət Sultan oğluyam. Bədirov Murad, şəhid Muradın atası Bədirov Qismət Sultan oğluyam. Mən bu günləri ayın 1-də Cəlilabad diaqnostika mərkəzinə getmişəm. Səhhətimlə bağlı. Mənə orada baxmayıblar. Mənə qulaq asırlar. Saat 8-də getmişəm. Saat 5-ə qədər məni anladıblar. Deyirlər ki, indi baxacaq. Birazdan baxacaq. Mənə otur verirlər. Nə bez otur verirlər. Yandan gəlindən pul alırlar, buraxırlar. Mən indi sizdən xahiş edirəm ki, mənə köməkli eləyəsiniz. Mən Cəlilabad rayon Kəzbaba kəndində yaşayıram. Mənim burada 10 manat, 15 manat yol pulu verirəm maşına. O yəni 15 manat pulum olmayan vaxtında, pulumun olmayan vaxtında. 15 manat bəri verirəm, 15 manat o yəni xaltoşka pul verib gedirəm. Məni orada incitdilər, məni qəbul eləmədilər, məni baxmadılar. Yalandan oraya nümayəndə qoyubsuz, güya bu şəhid ailələrinə qulluq eləyir. Nə mərkəzi xəstəxanaya getdim, nə orada ki şəhid ailəsinə baxan ki orqan var. Onların qəbulunda oldum. Onlar da baxmadılar. Dedilər bizdə deyir. Gəldim diaqnostika. Orada da dedilər biz gözlə. Səhər saat 8-dən saat 5-ə qədər mən gözləmişəm. Heç kəs mənə deməyib ki, sən bura nəyə gəlsin. Deyirəm, kimə gəldi? Deyirəm, şəhid atasıyam, mən bez oturam. Deyirlər, elə gözlə. Bu prezident onda yalandan deyib ki, başından eləyir ki bizi. Yəni siz hər yerdə birincisiniz, bez otursuz, siz mənim tacımsınız, nəyimsiniz. Bunu onda belə çıxır ki, bunların deməyinə bilərsiniz, bu prezident yalandan deyir də bunlar. Bunlar prezidentə qulaq asmırlar. Prezidenti saymırlar. Prezidenti deyir, prezident getsin, özü ilə məşğul olsun. Həkimlik gəlsin, həkimlik eləsin. Prezident Hasan'dan həkimlik eləyir. Bunu harada görmüşük biz? Rusun vaxtında heç biz görməmişik ki, prezident gəlib burada həkimlik eləyir. Saat 8-dən saat 5-ə kimi məni saxlayıblar. Cəlilabad rayon diaqnostikasında. Mənə oturub vermirlər. Yandan gəlindən 5-10 manat pul alırlar, bula buraxırlar. Mən özüm görməmişim. Görənlər gəldi ki, mənə deyir ki, ay dayı, səni biz tanıyırıq. Apar 10 manat ver, səni buraxmayacaqlar. Mən də 10 manat verib girdim səninlə qabaq, girdim də çıxdım da. Həmin adamın həm şəkilləri var məndə. Hamısını çəkmişəm, telefonumdadır. Lazım olsa göstərəcəyəm mən. Məhkəməyə göstərəcəyəm. Hər yerə göstərəcəyəm ki, TikTok'a buraxacağım ki, budur, Cəlilabad rayon diaqnostikasının müdürünün yanına getdim, buraxmadılar. Dedilər, müdür deyir ki, mənim işim var, sonra qəbul eləyərəm. Buraxmadılar. Getdim icra hakimiyyətinə, Qalib müəllim yanına. Qalib müəllim tapşırdı, müdürə zəng gəldi, müdür onlara zəng gəldi. Mənə yendi saat 5-ə kimi. 5 dəqiqə gözlə, 10 dəqiqə gözlə. Öz işlərini gördülər, qurtardılar. Axırda da həkim mənə deyir ki, oranın həkimi. Deyir ki, mənim öz xəstələrim var. Mən sizi onlara qoyub sizə mən baxa bilmərəm. Mən saat 4-ə kimi, 4-ün yarısına kimi işləyirəm. Mən çıxıb gedirəm öz xəstələrimə bax. Və biz bu dərdimizi kimə deyək? İçimizin ağrısını kim gəlsin müalicə eləsin? Hara İrana gedirdik. İranı da şuralar əlimizdən aldığımız. Hökumət əlimizə aranı sərhədi bağladı. İrana da keçib müalicə elətdirə bilmirik. Mən şəhid atasıyam. Mənə niyə baxmırlar? Mənə yalandan onda o orqanları orada nəyə qoyublar? Şəhid atasının qulluq orqanı var. Nə bilim, belə bir şey var orada. Güya gedib biz ona deyir. Getdim ona dedim. Nə xeyir oldu? Heç bir xeyri yoxdur. Xahiş eləyirəm, buna bir tədbir görür. Prezidenti çatdırasın. Mehriban xanımı çatdırasınız ki, bu haqsızlığı yerdən götürsün. Cəlilabada belə zülm eləndi bəsdir. Cəlilabad əhli, prezidentin düşmənidirsə, desin düşmənimizi biz ondan əl çəkək. Və biz ona şikayət eləmək. O düşməni döyürsə, bizə desin ki, səhiyyə idarə işçilərinə desin ki, şəhid ailələrinə, qazilərə niyə baxmırsınız? Nəyə görə onlara incidirsiniz? Özbaşınalıq gedir burada. Pul verənin yiyəsi var, verməyənin ayaq altında tapdalayırlar. Mən də ölərdə, mən uşağımı vətən uğrunda vermişəm. Bağırar da çatlayıb, mən onlara bir köy pul verməyəcəyəm. Mən hər yerdə prezident deyib, havayı keç, bez otur, keçmək istəyirəm. İştirak eləmək istəyirəm mən də. Mən də sizi almaq istəyirəm. Aparıb məni indi uşağımı əlimdən alıb qalmışam tək. Heç kim kömək eləyənim yoxdur. Gəlsin indi mənə hökumət İlham Əliyev gəlsin mənə kömək eləsin. Mehriban xanım gəlsin mənə kömək eləsin. Oturub orada bizdən xəbəri yoxdur. Öz kefirin hara gedir, balaların vurur qoltuğuna çıxır gedir, bizdən xəbəri yoxdur. Bizim balamız acıdır, İlhamın balası şirindir. Xahiş edirəm İlham Əliyev sizdən, xahiş edirəm Mehriban xanım sizdən. Bu işi siz özü nəzarət etirəsiniz. Biz də Cəlilabad rayon diaqnostika xəstəxanasına, mərkəzi xəstəxanasına bezmişik. Nə qədər şikayət eləmək olar? Nə demək istəyirsiniz axı siz bizə? Öldürmək istəyirsiniz, yığın bizi bir vaqonun içə, çolanın içinə vurun, öldürün bizi. Bizdən də sizin də canınız dincəlsin, bizim də canımız sizdən dincəlsin. Day bəs durun, bir qədər həssaslıq olmaz o Cəlilabad rayonunda. Cəlilabad rayonu yiyəsidir. Cəlilabad rayonuna baxan yoxdur. Gedib mavinə demişəm, mavini nə bilim kimə zəng elədi, yalandan zəng elədi, doğrudan zəng elədi də gəlin.
Baxacağım. Getdim, saat 5-ə kimi saxladılar. Bir dənə köpək oğlu uğraş mənə demədi ki, sən kimsən, sən bura nəyə gəlibsən. Dilimlə dedim ki, mən şəhid atasıyam, mənə kömək eləyin. Dayana bilirəm, ayaq sədrə bilirəm. İçim ağrıyır, dərdimi bilmək istəyirəm, müalicə etdirmək istəyirəm. Mənə qulaq asan olmadı. Deyir ki, mənim öz həkimim, xəstələrim var, mən öz xəstələrimin yanına getməliyim. Siz gedin, sonra gələrsiniz. Xahiş edirəm, mənim sözümü çatdırasınız.